adi insan hələ-mələn belə mənzərə görmür. Bura ocaqdır, vulkanın ocağı, kraterin mərkəzidir. Buradan püskürüb bu tərəfə gedib. Veya videoda dediyim kimi. Bu da çıxan qazların alışmasıdır. Odlar ölkəsi. Biz yenə Odlar yurdunun daha gözəl bir cürşəsində Faiq müəllimlə gəlmişik gəzməyə, maraqlı hadisəyə baxmağa. Bura Durandağdır, Durandağ palçıq vulkanıdır. Durandağ Kür-Araz ovalığı ilə Böyük Qafqazın sərhədində yerləşir. Bu silsilə Ələt Tirəliyinin bir hissəsi bu vulkan. Hacqalı Urani ərazisinə düşür. Təxminən 2 gün bundan qabaq bu vulkan partlayıb, püskürmüşdü. Axşam saatlarında 30 yanvar 26-cı il axşam saatlarında püskürmüşdü. Və gördüyünüz bax bura bütün püskürüb, partlayıb, üzü aşağı doğru, cənub, qərbə doğru axıb gedib. Bax, gördüyünüz bütün bu material, bretsə deyir buna, vulkanik material. Təzə materialdır. Təxminən alovun hündürlüyü, palçığın hündürlüyü videodan baxsaz ki, videodan görsəz ki, əlavə edəcəm onun qırağına, bu videonun qırağına. Təxminən 50-60 metr olub. Təxmin eləmək olmadı, bəlkə daha hündür olub. Amma püskürmənin həcmini göstərmək üçün, bax, görürsünüz o qırağıdır, bax, belə deyim, bu qırağı. Əvvəl krateri burada olub, o səviyyədə olub. Bütün bura qalxıb, hamısını axıb gedib aşağı. İlk dəfədir ki, püskürmədən 2 gün sonra hələ də qazın çıxdığını və həmin qazın alışdığını görürəm, açıq deyim. Görürsünüz ki, orada divar da yandırıb, qurulub. Bura hələ də təhlükəli əslində qalsa, çünki qazın olmağı o deməkdir ki, vulkan tam enerjisini atmayıb, enerjisini boşaltmayıb. Püskürə bilərmi? Püskürə bilərmi? Var, püskürə bilər. Radiasiya varmı? Əlbəttə ki, var, amma açıq hava olduğuna görə yəqin ki, bizə çox təsir eləməyəcək. Həm də biz burada çox dayanmaq fikrimiz yoxdur. Əsas mənzərəyə gəlib baxmaq idi və tədqiqatlarımızı Azərbaycanın digər yerləri ilə davam etmək fikrindəyik. Hələlik.